Xanımlar və cənablar, Alfa Mətbəxin növbəti buraxılışına xoş gəlmişsiniz. Viral aktyorluq kitabı artıq satışdadır. Bunu da bayaq off the record dedim. Viral aktyorluq kitabının nə kimi faydaları olacaq sizlərə? Bu elə bil ki, Bolt reklamı kimi düşünün də, belə araya girsin. Viral aktyorluq kitabı ümumiyyətlə Azərbaycanda yazılan bu səpkidə ilk kitabdır və bəlkə də dünyada da ilk kitabdır. Çünki virallıq və aktyorluğu birləşdirən ikinci bir belə deyək, kitab mənə qarşıma çıxmayıb. Sırf aktyorluqla virtual aləmi bir-birinə birləşdirən. Bu aktyorun yeni nəsil aktyorluqdur və səhnədən sosial mediaya. Aktyorun profili necə olmalıdır, necə virallaşmalıdır? Ümumiyyətlə teatr, kino və sonuncu da bu viral aktyorluqdur. Hansı ki aktyorun sonuncu övladı sayılır. Bundan sonra gələcəkdə meta aktyorluq olacaq. O artıq süni intellekt aktyoru əvəz eləyəcək. O irəlidəki illərdə olacaq. Hələ ki nə qədər ki aktyorun əlində imkan var, maksimum gərək virallaşmalıdır, öz auditoriyasını özü yaratmalıdır. Bu viral aktyorluq kitabı nəticəsində aktyor nə rejissordan, nə ssenaristdən, nə prodüserdən asılı olmayacaq. Onlar aktyordan asılı olacaq. Çünki aktyor viral olduqdan sonra öz auditoriyasını yaradacaq. Mən də rejissor kino çəkmək istəyəndə viral olan birini çəksəm mənə daha yaxşıdır. Nəyə görə? Çünki onun izləyicilər də gəlib mənim kinoma baxacaqlar. O baxımdan çalışın, kitabı ancaq bir marketdə satışdadır, onlayn, bir də Film Akademiyasının özündən əldə edə bilərsiniz. Hələ ki başqa yerə satışa verilməyib. Belə, xeyirli olsun. Ümumilikdə belə. Baxaq görək uşaqlar nə hazırlayıblar. Necəsən? Yaxşıyam, siz. Nə hazırlamısan bu? Hazırlamısınız daha doğrusu. İndiki skeçdə elə bil Nəsimi gəlir bizim dövrümüzə, 2025-ə. Hansı Nəsimi? Yazar, şair. İmadəddin Nəsimi. Nəsimin məşhur şeirini bilirsən? Məndə sığar. Kəncahandan Cahanı sığmaz. Gövhər elə məkan mənə. Könlü məkana sığmaz. Könlü məkana sığmaz. Görək indi sizin skeçiniz bu məkana sığacaq yoxsa yox? Kəlmələrin hakimiyəm, həm acıyam, həm şirinəm. Mən şairlər şairi, Nəsimiyəm, Nəsimiyəm. Yoxam 100 illərdir burada, görüm nə dəyişib bu diyarda. Bizim diyarda belə şeylər yox idi ha. Biz at belində böyüyən kişilər, yolda gəlmişəm, polad çarpası böyüyüb bir dənə vurub məni yolda. İndi də belim ağrıyır. Biraz oturum dincimi alım. Görək nə dəyişib bu diyarda. Nəsimi, necəsən? Yaxşıyam, siz necəsiz? Sənə dərvi soymamışdılar. Dərimi soydular, indi Film Akademiyasına Başqa iş gəldim. eləmədilər sənə, dərvi soyandan sonra. Ya vallahi, Hansı diyara gəlmişsən? 2025. Yaxşı. Bircə dəqiqə, nə olub burada? Ne edirsiniz? Ne bölürsünüz biz klibimizi çekirik. Niye bizi bölürsünüz? Bu Bölmeyin nə bizi. klip, belə klip nədir? Aa, siz kimsiniz de bizi bölürsünüz? Ben bilirsiniz kim ben? Ben Afet Ferman kızıyam. Ben artistler de artistim. Siz beni böyle bilmezsiniz. Güneşim Mən də gelir. sənin zibilə saldığın şeiri yazan Nəsimiyəm. Hayır şeyler, ışık gelir, güneşim gelir, ışığım sönür, çekil. Sənin işığın çoxdan sönübdür, sənin üzündə nur qalmayıb, məzələnirsən məndən. Çekil deyirəm sənə. Necə çəkil? Çekil! 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 Yandır! Yandır! Işık gelir, yandır. Yandır da. Ben de sığar çekil. O nə idi? O nə ağzına alət tutmuşdu? Belə diyarım olar, mənim qəzəlimi nə günə qoyublar? Dizlərim boşaldı. Ümid edirəm bu diyarda qabağıma
yaxşı bir incəsənət adamı çıxar. Yoxsa belə zamanı olmaz. Gördüyüm bu nə idi belə? Salam ey fani. Tamam day. O əlindəki nədir? Nə ilə məst olmusan? Telefonda da day. Təzə meyxanamı yazıram. Meyxanə? Ay, yoxsa sən şairsən? Mənim adım Azaddır. Meyxanası Azad. Meyxanəçi Azad. Mənim də ismim Nəsimidir. Dayda sən niyə metro adı qoyublar? Ha? Metro nədir? Kendimdən başa saldı. Metro bilsən nədir? Elə buradan girirsən yerin altına. Qatarla gedirsən, buradan da çıxırsan. Yerin altından. Aha. Bədheybətlərlə bir yerdə. Bəteybət nədir? Qatar deyirəm bəteybət. Bala, mənə metro adı qoymayıblar. Metronun adını metroya mənim adımı qoyublar. Metro nədir? Məndə sığar iki cahan, mən bu cahana sığmazam. Gövhəri la məkan mənəm, könlü məkana sığmazam. Otur ağızda gəlin artıq kimi işlə söyləmişəm. Gəl qulaq as. Bir də meyxana yazmışam. Gəl bir yerdə qulaq as ona. Yaxşı, oxu. Bəlkə bayaqki fəlakət qulaqlarım unudu. Oxuyun. Oxu. Ha, oxuyuram. Oxu da. Salamlarımı çatdırıram Ayxana. Ayxanın da adına deyim meyxana. Ayxan üçün mən quracam toyxana, toyxana, meyxana, Ayxana. Nətərdir? Saxla, Nəsimidə düşən var, saxla. İndi bəyəm. Abala, bu nədir? Belə qəzəl mi olar? Qəzəl deyil meyxanadır. Qəzəl başqa Olsun şeydir. meyxanə. Həm də ki, bu Ayxan adında qız mı olar? Bala, bax. Aybəniz olar, Aygün olar, Aysəmə olar, Ayşən olar. Ayxan adında heç qız mı olar? Ayxan oğlan adı daydı. Sən nə danışırsan? Sən haradan gəlmisən ümumiyyətlə? Ayxan oğlandır. Ha. Bildiyimiz oğlan, kişi. Ha. Amma mən nə deyərə düşmüşəm? Oğlan oğlana şeir yazıb adını qoyub meyxanə. Başa düşürsən, dayı. Mən ən azından sənin kimi gedib Afət Fərman qızı mən bu cəhənnə sığmadan oxumuram. Mən öz yazdığım meyxanamı oxuyuram. O mənim qəzəlimdir. Mən bu zahana sığmaram. Mən yazmışam onu. Nə, SOS-i də mən yazmışam da. Gün məndən. SOS nədir? Hə. Ay get burdan itir başı boş. Avara. Səysəri. Belə iş mi olar? Bizim dövrün şairləri bunu görsəydi, elə biri gördü. Qulaqlarını kəsərdi o rəssam kimi. Ürəyim dözmür artıq bu deyərəm. Van Gogh idi rəssam. Daha nəsə elə bir şey var idi adı. Salam əmi. Salam qızım, salam. Qızım sən şeiriyyətdən deyilsən. Yox əmi, niyə ki? Hə, heç nə. Dövrün şairləri də heç o deyil. 136 dənə kitab hədiyyə ediyor. Qapını bərk bağlarım, gözlə bir dənə, hə. Eşidirsən məni? Hə. 136 dənə kitabı hədiyyə ediyor. O sizə alan yox deyə mən kitablarını bilsən də. Hə. Oxşamışam bir nəfərə. Söz deyəm sənə. Şeydir. Sənin kimi tələbəsi olan kitab olar. Bu kimin qızı? Tanırsan da bu qızı? Xeyr. Salam qəşəng xanım. Salam. Sizə şeir oxusam olar? Əlbəttə olar. Təzə yazmışam, bir gün yazmışam. Sənə qismət. Sən bir qəşəng qız idin. Universitetə qəbul olmaq istədin. Qiyabı oxumaq istədin. Skamyada əyləşəndə ilk dəfə dizlərini bu dayday gördü. Sən nə danışırsan? Qızım bu nə danışır? Mən bunu tanımıram heç əmi. Yaşıdın oğlanlara yox, quşun yaşlı kişilərə qondu. Ay sus. Bunu sənə Sakit dur, bunu sus, sənə qulluğa köhnə- məhv ol. Bunu sənə kör qapını açıb. Bunu sənə köhnə ingilis mehmanxanasında işləyən Xazirkan söylədi. Bəs məhv ol burdan.
Bu necə? Qızım. Bu nədir? Belə qəzəlmi olar? İnsan heç qadını belə qəzəlmi oxuyar? Cavan qız. Yazıq. Heç mən belə. Ürəyim dözmür. Dərimi bir də soysaydılar bundan yaxşı idi. Belə işim olar. Bir normal, bir Normalni. bir yaxşı. Mən hər şey demişəm canlarım. Mən Nəsibdən güclü şairəm. Görürəm canım yazırsınız. Tez şeir istəyirsiniz məndən. Tez şeir əlbəttə var. Bunu Isra gün evdə heyvanlarıma oxudum. 2 gündə əsərin şokundadırlar, işini yemirlər. Deməli şeyin adı Psixosofdur. Psixosofdur, soxasofdur. Safdır, sofdur. Sizdə yoxdur. Məndə var. Piki var, fleyta. Ətrafı çəkim. Sən şairlər şairi Nəsimi də bu şeirlə mi güclüsən? Burax məni. Burax. Burax ki yazım, qazım, yazım. Qışım, payızım. Sus, afət, sus! Ye bunu. Ye ki sakitləşəsən. Bu neydi belə? Əlinə hər kərpic alan olub şair. Qəzəlin heç məntiqini bilmirlər, mənası yoxdur. Biri oğlana yazır, biri psixosofdur, soxasofdur. Bu zamanada nəsə olan deyil, mən soxuldum getdi. Nəsəmi? Necəsən? Yaxşıyım, siz necəsiz? Çoxsan, nə hazırlamısınız? İkinci skeçimiz, yəni növbəti... Rəsmiyyətdən çıxdı, mənlə danış. İkinci skeçimiz, yəni növbəti skeçimiz ata sevgisidir. Uşaqlar evdə atası ilə tək qalır, başlarına da nə gəlir ona görə. Nə atası? Öz ataları, uşaq atası. Neçə uşaq var? 3 dənə uşaqdır. 3 dənə uşaq. Aha. Ana hardadır bəs? Ana indi uşaqları qoyur atasının yanına gedir də. Pis yola düşür yoxsa? Yox, pis yola düşmür, sadəcə gedir. Gedir. Həmin gün oradadır yoxsa? Həmin gün yoxdur yoxsa ana ümumiyyətlə yoxdur? Yox, ana həmin gün yoxdur sadəcə. Belə deyim də. Bəli. Başlayaq ki. Xoş istədim. Aslı olsa, tolaqsan. Adam nə qədər içər, adam nə qədər içər. Sən o arvad kimi görürəm. Bunu özün hazırlamsa. Nəyə? Ucuz oldu da. Ağır deyil, ağır. Lal Əhməd, sən niyə Lal Əhmədlikləri? Məndən çox daşırsan. Lal Əhməd, biz haçana qədər içəcəyik? Bax, evləndim mən. Uşaqlarım da oldu. Uşaqlarım? Doğru arvad Məhəd. Son olardı. Nə oldu sənə? Nə oldu, Lal? Bu şeylər qatıbsa. Şeytan üflədi, şey eləmə. Mənə bax, boşandım da. Mən bilmədim, arvad atdı məni. Ona buna satdı məni. Atdı məni. Yaxşı, mən eləmək gündə biləyinə. Sən bekar adamsan, sən necə başa düşürlər, mən bilmirəm də. Sən olsa arvad kimi görürəm, axırımız Allah yaxşı. Geriz o çıxarsan. Ələ yiyidəm mən uşağım 3 dənə uşaq atasıyam, mən. Nə idi adları? Asifə, Vasifə, Yusifə, Asifə, Vasifə, Yusifə. 3 dənə qız atasıyam mən, kül mənim ata başım. Qız atası bu qədər içər, yatdı ye bu, sənin zibilərəm. Dur, bununla iş düzəlməz. Nərəm, ama şeydir. Söz daşıram, Sən nələrə qadirsən? Bununla iş düzəlməz. Get, səndə pul olar, get listəyə yazdı, get. Gedirəm. Qurban olarım sənə. Get, sən burada qaldın da sən başına iş gəlmə ehtimalı çox yüksəkdir. Kiri qoyum sənin başına. Adını da qoyum kişi. Bu nədir? Yana kameraya dalımı sən.
Yatım biraz özümə gəlim bəlkə. Yuxuda qəşəng şeylər gördüm. Asifə. Asifə. Çıktı yenə hardan yeni. Oy. Papa. Ay məni qınayan. Yenə içmisən? Nə etməyə? Sən niyə gəldin? Bax, buna niyə gətirmirsən? Deməmişəm bu zibilləri evimə gətirmə. Qulaq as mənə. İndi bax, mən gedirəm, işim var. Bildin? Bunu da alırsan. Bax buna. Mən baxandım, hər 30 dəqiqədən bir balkondan atacağım. Sən məndən incimə. Sus bir dəqiqə qulaq as. Bunu alırsan, bax bu süddür. Nədir bu? Süd. Alırsan bunu verirsən. Başqa şey vermirsən. Mən də gedirəm, işim gücüm var. Onu görüb gələcəm, yaxşı? Hara gedirsən gələ? Mama. Səni. Sök dağıt. Elə bir mənə kira pulu verir. Niyə gəldi? Sizə demədim axırıncı dəfə gəlməyin. Ata, Mən adam. bizə süd ver. Gəl sor, neyini? Yusifə. Süd. Süd. Yusifə yalan deyir. Hə, onu süd vermişdi. Yusifə. Ağıllı ol. Duyma. Hə, adınız nə idi sizin? Yusufə kim idi? Yusufə mənəm ata. Sən Mənəm heç. Yusifə. Sən də... Mənəm Yusufə. Adəniz. Aa, Bəsdir də. bunlar heç bir-birlərini tanımırlar. Hə. Mən Vasifə. Bunlar tanıyacaq. Mən bunları niyə görə gələcəyimi məhv edeyim? Gələcəyim də yox. Şeydir, mənə baxın, süd versəm sakit qalasınız. Aha. Bir sən öl. Sən Bax, yoxsa sən öl vurmadınız. Ana tərbiyə verməyib sizə. Sən niyə dili həll edirsən? Ay qızım, başqa yerdə eləmə onu. Gelim südü verdim sizə. İçərəm, gələndə içərəm. Uy, ya, başım nətər döndü, elə bildim. 4-cüyə mən hamiləyəm. Mənə bax. Sakit bir yanına. Gəzəlli istəmirəm ha. Olsa sizi də istəmirəm. Gülməyə halım da yox. Hamilə nədir? Ata. Qarnı böyük belə. Sən çıxırsan da tupoy. Gəl nevi dağıdaq. Annağa burası çaq. Sıç. Ay, eləmə. Gələn seyəcək. Anne demişdi bir dağıdın. Ana devi ata ağzına sıçır, ata ağzına. Ana çox şeydi. O nədir? Ata bunu içiydi. Ata bunu içiydi. Mən Gözlə içəcəm. də. Mən içəcəm. Ata onu iç, o sağlamdır. İç bax ölürsən. Ölməsən biz içək. Tupoy deyil. Nə versən için. Zor şeydi qaqaş. Gözlə, iç. Az içdim mən. Ay, bəs. Bizə qalmayacaq. Mən. Sakuskasız getmir. Aşağı deməmişdim mən konfetimi qaytar. Ədənə. Konfit qalıb indiyə qədər. Konfit qalıb indiyə. Sakit durun. Beyin dönür ha. Gətirdim ha südü bizi ya. Yenə gəldi ha bu. Sən niyə gəldin? Sizi də deyə bilmir tupoy. O şeydi bu. Bu nə kötü? Allah. O gedəsin iç. Qudurma. Nə oldu Başını bu? mən deyəsən səndən. Papa, göt üstündə. Nə oldu bu? Əlimi çək. İçmisiniz bunu? Zor eləmişik qaqaş. Əli çək ab. Av yeşiz varam. Əri. Bugün varam, sabah yenə varam. Baba. Ay, mən bunu anasına cınca cavab verəcəm. Kus qavşaq bağmamız. Əllə qoldan danışma. Bir söz deyim. Ay, cıbış. Acivit ki bu. Normal danışmamadı o. Tanışalım xanım. Biz nə veriblər sizə? Ədə. Dur görüm. Nə veribsən sən bu uşaqlara? Hey! Nə veribsən sən bu uşaqlara?
Dərdin ağrısını Kim bilir? Ata sevgisi. Zor şeydir. Mən eləmədim. Bala nə verib sizə? Hə? Sən ata sevgisi. Sus sən. Amma gözləri gülür ki. Nə qəşəng gülürsən gözləri. Mən anama qulaq asmadım. Gəldim, ayağımı yıkamın ilişdi, gəldim bunu ərə. Ay qız. Düşdü başıma Bildin də, qey. Qurban olum sənə. Gəl otur söhbət et ya. Özdə Dayan görüb bir dəqiqə. Əndən qoluna daşma anayla. Açdı. Qaqaş. ay başıma dönüm əlləmə. Dağılmış deyə. Gəlir. Nə gəlir? Nə gəlir? Şey gəlir. Heç nə gəlmir. Ay bunu da çək. Mən doğmuşam, onları, mən doğmuşam. İndi tapacam sən ona nə verirsən. Çək. Çək. İçsaddır bu. Yusif! O Yusifə oldu. Mən Yusif. Spirti gəlir bundan. Məndən də gəlir də nə olsun? Məndən çıxıb da. Aparım mən səni həkimə. Dur görüm. Ay, mənə bax. Özdə içib, mənə qulaq mənə. Sən deyən. Onsuz da alimentə də deməmsən bu ay. Deyən. Çək görüm bala. Çək görüm. Aliment nədir? Bu saata bilmir. Bu necə seyğala çəkilir? Dedim də, mən dedim mənə uşaq vermə də. Sən niyə qaldın? İclas var. Gel qaçdı. Atayım balkondan səni. Gel götür getim tabii. Anan diye seni. Ara gedirik. İçməyə. Dur görüm. Mənə bir şans da ver. Gələ. Deyə gələ. Bu da sizə şans. Əhməd. Nereye geldik? Harda sənət. Aldın. Gel. Bahalı Gel. sana. Bir uşaqlar da bundan verelim mi? Şoxlar? Sən şoxlan var? İyi 10 dəfə demişəm sənə. Ayıq vaxtı tuta bilməm mən səninlə. Otum dərdimdə daşım. Içmə. İçib yatıb qalarsan da yenə də. Qoy deyim sözünü. Qəşəng də ağzımı açdım. Sən hamısı sənə görə oldu. Mən bunu seçdim. Səni seçdim. Evə vaxt ayırmadım. Sən də bu. Mənə dost lazım idi, yoxsa arvad. Axşamlar arvad. Səhəri bilmirəm. Gedək. Gedək bunu yolda danışaq. Otelə gedək, gəl. Otelə? Gəl. Sən Sarılar. Ha kızlar necəsiz? Biraz arxaya gedin. Olar siz bizə gedərsiniz. Yox. Rekı ver oradan. Necəsiz qızlar? Sağ Yaxşısınız. Süper. Bu nə gözəllikdir. Səhnəmizdə bayaqdan Yusifi görməkdən gözlərimiz qaralır. Nə hazırlamısınız bu? Onun gözləri gülürdünün. Mən deyim. De. İndi biz hazırlamışıq ki, onun gözləri gülürdünü Yusif Hüseynoğlu çəksəydi necə olardı? Adı belə olsun. Onun gözləri görürdü. Görürdü. Görmürdü. Görmürdü. Ha, yox, baxaq görək nə var nə. Sağ olun. 5 dəqiqə. Nərgiz gəlsin. Nərgizə sevgi etiraf edeyim. Onsuz da kənddə 3 dənə oğlan olub. Biri Nərmandır, qohumudur. Biri Elşəndir, biri də mənəm. Arada bir masrafqalar gəlir, gedir onlar heç. Yəni, onsuz da məndən başqa oğlan da yoxdur. Deyəcəm səni sevirəm, o da deyəcək səni sevirəm. Sonra da evlənəcək, belə uşaqlarımız olacaq, buraxacaq kəndin ortasına. Deyəcəm gəzişin. Əylən özünüz gün. Sevirəm də bu qızı da. Həm də biraz biz yağımızda yaş var. Amma ki, Elşən də mənə bacıma göz qoydu da, gör o məndən də böyüdü.
Yo deyəcəm. Bu dəfə deyəcəm. Nərgiz gəl. Nərgiz, Sağ ol. xoş gəlmisən. Necəsən? Salamatçıq. Sən nətərsən? Mən də yaxşıyam Nərgiz. Qaçma məndən. Bəs. Balaca kənd deyə. Hara qaçırsan? Şeydir, Nərgiz. Sənə çoxdan da bir şey demək istəyirdim. Buyur. Bilirsən? Mən səni sevirəm. Niyə gülürsən Nərgiz? Nədir az? Qəşəng giyinmişəm, gəlmişəm. Sən mənim bratımsan, qardaşımsan. Elə şey olar. Tamam. Görüşək. Kül başı vətərlə. Kül başı var, hayırlar, sənə qardaş dedi. Güya məndən başqa kimi tapacaqsan kənddə? Kənddə adam da yoxdur. Amma sən deyən, Elşənin onsuz da tüfəngində bir dənə güllə qalıb. Onu mən sənin qarnıva soxmasam, mənə də tərlan deməsinlər. Ya mənim olasan, ya da bu qarı torpağın. Nərgiz. Hatırlıyorum da, bacım da. Gedirik də yenə. Hara? Ay, gəliblər. Bilirsən də, həmişə tuturuq, tuturuq. O başdan baxırıq, şahane deyirsən. Soyunurlar, bədənlər. Gedək. Gedək. Getdik. Başıma yalan boşuna geldi. Ha? Başıma yalan başına geldi. Yer gelişin demə. Qal burada. Elşən. Elşən. Həkim baba... Elşən. Həkim baban verdi kitab. Mənə bax ya, söz deyəm sənə. Bilirsən də, bacın, Nərgiz, səni başqa oğlanlarla sənin yəni namusuvu Elşən. Qoy mənə aşağı da. Eşidirəm. Eşidirəm nədir? Bu nə rahatçılıqdır? Yəni bacın oğlanlarla, şəhərdən gələn oğlanlarla gedib çimməyə zada baxmağa, çimişmək falan. Onun başını bırax. Bu mən bir ayda istifadə eləmirəm. Passanı ver burada. Elşən yerdir onun. Nə deyir? Nə bəyəxsən? Sənin neçə dənə güllən var? Bir dənə. Nə deyir? Nə bəyəx? Namusuvu təmizlə Elşən. Nərgizi öldür. Niyə? Nərgizi öldür Elşən. Get göl qırağına, bacımınla oyundan çıxdığına bax. Mənim bacıma baxma ya amma, yaxşı? Hardadılar? Göl qırağında. O ellərini azdan etsin. Hadi bildiği de cımbırsan, koy biçime. Bildiği cımbırsan, koy biçime de. Yağış yağmayacak. Bunlar nədir? Bacı, flu diye. O ne? Tam sənlik da. Bu yağış niye yağmır? Cavab eləyək. Orada yanar biraz. Ay günlük Kamil işte demiştim de bunu almayayım.
Mama baxırdınız ha? Sağa baxırdıq. Bax belə zor eləyirdik. Yaxşı, mən nəsə dedim ki, ya. Deyə də bilməz. O da düzdür deyənlər. Yaxşıyıq siz. Mən Aygün. Mən də cındır. Ən sevdiyim. Harda qalsan? Bulvarın Oo, qırağında. ən sevdiyim. Nə yaparsan? Niyə aparmıram? Sən getdik. TikTok'un var. Var. Getdik canına salonda. Gəl gedək. Sən də bilsən, hə? Mən biz həll elədim. Gələrsən. Hə, də var. 5 dəqiqə orada. Ay. Bundan indi bir dənə TikTok verdi. Sən də mənə bir dənə nömrəvi ver. Məndə internet çoxdur da. Hə, Bizim internetim var. buralarda nömrə olmur, amma gəl. Buna al. Alacam ha gedəndə. Baş üstə. Bana da 1000 dəfə demişəm ki, basız arvadını yığışdır da. Oy. Ya zor şey ya. Bugünün hesabatını eləyək. Bugün tutduq. Savada təzələr gəlir. Oy da, görək sabah nə edirik. Nərgiz. Necəsən? Vay, Sestra. Oo, sən nədir? Sağ ol, yaxşıyam. Görsən də. Azıl 50 elədi. Hə, Mən nə vaxt eləyəcəm? mən gedirəm canlı açmağa. Deyirsən də bacının canlını partladır. Hə, sən də pəncərədə ol, gələcəksən ki, pəncərəyə. O, deyirsən. Oo, qardaşım. Sən düzəlmədin də qardaşım. Göstər bir Siz nə dənə. edirsiniz ha? Hoppa, getdi. Bağışqı nətəsən? Oo, yaxşı, sən nə tərsən? Yaxşıyam mən də şükür. Mənə bax, nağaysan burada uzanmısan belə. Heç nə hesabat eləyirdim. Sən nə edə bilirsən? Nəyini hesabatın edirdin? Onun başımda. Ha, mən də işlərim var bir iki dənə. Çingizə demirəm. Bax bir saata biz çıxacağıq şəhərə. Bizlə gəlsən, hə? Savada təzələr gələcək. Ondan yaxşısı yoxdur. Həri, gəlirəm. Gəlsən, hə? Onsuz da bekarçılıqdır. Gedək. Onda sən çıx buradan get darvazaya, mən də dalınca gələcəm, yaxşı? Davay. Mən öldürməsiəm. Mən də tarlandırmasınlar. Elşən! Avara qaldım mən deyil. Ay kim belə getdi, Nərgiz belə getdi. Yenə gəldi də. Nədir, nə olub yenə? Başıma gələn başına gəldi. Get də sən Allah da. Ev yoxdur. Buradan da bir dəqiqə bırakın. Elşən! Yox əşi, sən ağ eləmə də! Sən bu tüfənglə eşq yaşayırsan? Mən sənə nə dedim? Harda deyil qızlar, getdim də baxdım da gölün qırağına. Gez getmisən də. Harda idilər? Gez getmisən. Tez getsəydin, namusumu tez təmizləyərdin. Haber- İndi namusun gecikdi. Babar eləmirsən məni. Gedərdim də ondan sovada. Vaxtım alır. Elşən. Nədir? Mən bacımın başını bırax. O düzəlməydi. Mən bilirəm, uşaqlıqdan yanımdadır. Sən bacın amma oğlanla şəhərə qaçır. Bir sən də söhbətə, bir dənə gülləm qalıb, onu da Nərgizə qıymıram. Necə yəni qırmızı? Mən öldü onda. Vur məni. Rını dedim eşitdin. Məni vur. Sən bacım deyə o. Kənddə tamar sənə nə deyər? Hamı deyəcək başıma gələn baş ver. De. Düzdür? Gedim vurum deyirsən. Get təmizlə onu. Get. Gedək də. Gəl.
Deməli, uşaqlar, biz indi kənddən qaçmalıyıq. Amma nə ilə qaçacağıq, necə qaçacağıq? Mənə də belə şeyləri. Billəmə, nə ilə? Nə ilə? Bizim həyətdə 4 dənə inək var. Aha. Hərəmiz birinə minirik, qaçırıq. Ya birdən inəyin buynuzu girərsə mənə zad lazım deyil. Başqa variantlar uşaqlar. Atla qaçaq. Kişimin başı istəyir. Atla. Koroğlu zatsan sən mexanika sürə bilmirsən qaldı. Velosipeddir bu qədər. Salam əleykum. Biz kəndə qaçırıq. Velosipedlə qaçırıq olar. Kəndə? Şəhərə qaçırıq. Götür. Kənddən qaç. Vəsyo. Əla. Uşaqlar velosipedlə qaçırıq. Bunun harasına minəcəyik? Mən minəcəm qabağa, mən sürəcəm. Sən minəsən arxama. Sən minəsən onun başına, sən minəsən mənim başıma. Zəkaç bilir kişim. Gəl Elşən. Gəl. Bax minən yerdə gəlib çıxdı, gördün? Tam üstünə gəlmiş. Nə dedim mən sənə? Bu heç. Bax bu. Nə fikirləşirsən? Öldür bacımı. Üzürü sayda bir dənə güldən qalıb. Sənə qismət. Topuğuma sıx üzümdən qazanıram. Sən tüfəngin başında bunlara. Vur onu. Part. Oy da nə pis girdin? Qaqa mındar elədin ey uşağı ye. Öldü. Kül tərqən başıma. Kül Elşən başıma. Bir dənə güllə var, ziyan elədim. Mən biraz o yanda gedim. Şey eləyim. Bəlkə özündə sözlərimiz var deyim. Nədir görəsən bu? Nərgiz, mən gedirəm evə. Bir dənə güldən var idi. Sən necə qalacaqsan? Ons təkər boşu. Deyən də başıma gələn başıma gəldi. Başıma yana başda gəl. Deyirəm, bunun başını bıraq, gedək canına aşağı. Bundan xeyir yoxdur, canından qazanırıq. De get. Bir dəqiqə qayda arxaya tayda. Deyəm, baxım bunlara biraz. Çıx getlərini güllələyəcəm sən, çıx cəhənnəm ol. Yerəsən ondan. Yaxşı, danış. Akşam ölürüm. Beni kimse tutamaz. Sen beni tutamazsın. Yıldızlar tutamaz. Bir uçurum gibi düşerim. Gözlerin beni tutamaz. Bu akşam alalım. Ben hiç kim tutamaz. Sen beni tutamazsın. Yıldızlar tutabilmez. Bir dağ kimi düşərəm gözlərindən. Gözlərim məni tuta bilməz. Nə vaxtıdır? Tuş dalına da baxardım. Nərgiz, çox dərd eləməsə, bax şəhərdən ərəblər gələcək. Ərəb. Gəlim də. Oyda. Nərgiz! Ay bu güllə çıxmadı yüzümdən. Nərgiz, təsbih qaldı! Ay zibir, cəzəm. Nərgiz, arxasan! Təbrik edirəm uşaqlar. Nəhayət ki, Fidanı da gördük səhnədə. Uzun şeydən, fasilə, gəzməkdən vaxtı olmur, maşallah, bütün dünyanı gəzir. O gün olsun İtaliyadan səsinir. Mən Azərbaycandan oyun çıxamıram. Çıxarsan, inanıram, gələcəkdir. Az qalıb, bir şey qalmayıb. Onun gözlərinin içinə elədiyiniz üçün ayrıca təşəkkür edirəm. Ayrıca. Amma qəşəng ideya, maraqlı tipdir bu. Papağı tərs taxan. Xüsusən o vaxt, bizim vaxtımızda şey serialı var idi bir dənə. Natalia Arero oynayırdı onu. Dickie Angel. Oxşadı onu. Yazıb baxarsan. İdeya gəldi, maraqlı ideya gəldi Sıvırda görəndə. Çıxanda danışarıq. Buyur. Çingiz özüdür, parodiyası. Bir dənə deyinməyini verərdin də. Dadanı elə. Fatimə, buyur. Yəni, bu şəraiti yaratdığınız üçün Zahir müəllim sizə təşəkkür edirəm. Bu ay bizimlə Nibar xanım məşğul oldu. Ona da təşəkkür edirəm.
Yəni deyəcəyim pis söz yoxdur. Əla ediniz. Təbriklər. Əli götür. Buraxmır tüfəngi. Götür də Əli. Mikrofon deyə o belə baxmır. Həqiqi, Hə. bilmirdim. Dəyərli vaxtınızı ayırdığınız üçün təşəkkür edirəm. Çox sağ olun. İşlərdim də çoxumuz. Dəyişib. Hər birinizə gəldiyinizə görə çox təşəkkür edirəm. Nibar xanımı bizim üstümüzdə işlədiyinə görə çox təşəkkür edirəm. Nizə xanım sizə də təşəkkür edirəm. Nibar xanım bəs o səhnəyə nətər şeylədi? Lütfən. Vallahi eləmədi. Çətin olmadı skeçi qurma. Təsəvvür edirəm o. Əla. Deyəcəyim sözlər bu qədər. Yaxşı. Gəldiyiniz üçün təşəkkür edirəm. Nərmin müəllimə bizi yarı yolda qoydu. Nibar müəllimə bizi saxladı. Saxladı. Nəysə, bu qədər, sağ olun. Götür də. Bizə danışmalıyıq. Ha. Qrupda deyilsiniz? Yox, hep ilk dəfələ danışırdılar. Yox, danış. Hə, bir də. Yaxşıdır. Canlı açaq bəlkə. Hə, salam əleyküm, necəsiz? Ay, günü pis günə qoydular. Amma maraqlı idi oynamaq bu rolda. Kəşf elədiyim. Sağ olun. Əslində salam hər kəsə. Bu qrupa biz sonradan qatıldıq. Heç bir aydır varıq yoxdursa qrupda yoxuq. Maraqlı oldu uşaqlarla bir yerdə həm vaxt keçirmək, həm də dərslərdə iştirak etmək. Belə xoş idi. Nibar müəllimlə uşaqlarla təşəkkür edirəm. Salam, çox sağ olun ki, bugün gəldiniz. Üstümüzə əziyyət olan hər kəsə çox təşəkkür edirəm. İllər sonra ilk skecimi verə bildiyim skeç. Oyunu geçər, çox önəmi yoxdur. Bu skeçdən sonra dedim ki, kaş oğlan olardı. Çox sağ olun hər biriniz təkrardan. Əla. Gəldiyiniz üçün həm mən üçündür. Gəldiyiniz üçün təşəkkür edirəm. Müəllimlərimə təşəkkür edirəm. Bu qədər.